Salam, xoş gördük sizi, hörmətli tamaşaçılar. Biz Azərbaycanın xanlıqlar dövrü tarixi üzrə söhbətimizi davam etdiririk. Tarixi Şirvan ərazisində 18-ci əsrin 40-cı illərində 3 xanlıq yarandı. Şirvan xanlığı, Quba xanlığı və Bakı xanlığı. Bugünkü verişimizdə Bakı xanlığının yaranması, Bakı xanlığının siyasi, sosial-iqtisadi həyatında baş verən əsas hadisələrdən bəhs edəcəyik. Müsahiblərimiz tarix elmləri doktoru Professor Nərgiz xanım Quliyeva və tarix üzrə fəlsəfə doktoru Qənirə xanım Pirquliyevadır. Verişimizə xoş gəlmisiniz. Qənirə xanım, mən istərdim sizdən başlayaq. Əvvəlcə yaxşı olar ki, Bakı xanlığının tarixini biz aydınlaşdırmaq üçün belə bir sualdan başlayaq. Bakı xanlığı necə yarandı? Bütün Azərbaycan kontekstindən götürəndə Bakı xanlığının yaranmasında da qeyri-adi bir hadisə baş verməmişdi. Yəni bu 1747-ci ildən əsas etibarilə hesab edilir. Amma müəyyən sənədlər var ki, o sənədlərdə 1723-cü ildə artıq buranın ölkə adlandırılması, yəni Bakı xanlığı və onun tərkibinə daxil olan həmin o kəndlər ki, 34 həmin sənəddə, arxiv sənədində göstərilir. Həmin arxiv sənədində Bakı xanlığının bütöv ərazisi ölkə göstərilir və bu sənəd 1723-cü ilə aiddir. Buna görə də bu günləri biz əlbəttə ki, xanlığın yaranması 1747-ci ildən rəsmi olaraq götürməliyik. Çünki bu artıq Nadir Şahdan sonra yaranıb Azərbaycanın parçalanması bütün xanlıqlarda olduğu kimi, başda Hacı Çələbinin Şəki xanlığı olmaqla Bakı xanlığı da bu dövrə təsadüf edir. Mən bildiyim. Ümumiyyətlə, biz o ölkə məsələsini çox doğru olaraq qeyd elədiniz. Yəni, biz dəfələrlə bunu qeyd eləmişik. Tutaq ki, 1-ci Şah İsmail dövründə Səfəvilər dövləti mərkəzləşdirilmiş dövlətə çevrildi. Amma Nadir imperiyası parçalanandan sonra Azərbaycanda xanlıqlar yarandı. Yəni, bu xanlıqların yaranmasının əsas səbəblərindən biri də o ölkə şəklində müstəqil qurumların olması idi. Bəs bu Bakı xanlığının siyasi tarixinə nəzər salsaq, burada daha çox hansı hadisələri ayıra bilərik? Mənim üçün Bakı xanlığının siyasətinə diqqətlə oxuyandan sonra, xüsusilə son alimlərimizin, mütəxəssislərimizin, görkəmli mütəxəssislərimizin araşdırmalarına bir də baxandan sonra belə bir nəticəyə gəlirəm ki, Bakı xanlığının müəyyən qədər özünə məxsusluqları da olubdur. Baxın, bunun səbəbi nədən ibarətdir? Bakının yerləşdiyi məkan, coğrafi, strateji məkanı. Bu elə bir məkanı idi ki, və bugün də bu qalmaqdadır. Bir neçə dövlətin diqqət mərkəzindədir. Yəni, bunu Azərbaycanın digər xanlıqları haqqında demək olmaz. Ondan sonra Bakıda liman şəhəri kimi formalaşması, yəni burada dənizdən istifadə edərək su yolundan, dünyada su yolu ən ucuz, ən təhlükəsiz, həm ticarət, həm hərbi nöqteyi nəzərdən su yolu hesab edilir. Bakıda da çox qədimlərdən hazır formada olan xanlıq dövrünə artıq hazır, özünün flotiliyası, özünün donanması olan, hətta yerli əhalinin əsas məşğuliyyətindən olan balıqçılıq, gəmiçiliyin çox yüksək dərəcədə inkişaf etdiyi bir məkan idi. Bütün bunları nəzərə alandan sonra, yəni hər hansı bir dövlətin, hər hansı bir qurumun yaranmasında sözsüz ki, bu tarix elmində qəbul edilibdir. Coğrafi məkan, onun təbii sərvətləri əsasdır. Bunu götürəndə Bakının siyasi tarixinə baxanda burada daha çox gərgin hadisələr olubdur. Daha çox. Burada nigah diplomatiyasından dəfələrlə elə Azərbaycan xanlıqları özləri istifadə ediblər. Əsas məqsəddə Bakı xanlığının gah Quba xanlığına birləşdirilməsi, gah Şamaxı xanlığı tərəfindən tutulması, gah təbii ümumiyyətlə bütün xanlıqların birləşdirilməsi prosesində buna da meyil olubdur ki, bu baş verməyibdir, müəyyən qədər tam olaraq baş verməyibdir. Ondan sonra Bakı xanlığının, bunu Nərgiz xanım daha yaxşı danışar, etnik nöqteyi nəzərdən etnoqrafiyasını danışanda, Bakı xanlığında yerləşən kəndlərin və Bakının özünün, yəni İçəri şəhərin əhalisinin özünün etnik tərkibini nəzərə almaq lazımdır ki, burada da əhalinin, sanki bilirsiniz, hətta rusların yazmış olduğu əsərlərdə, onların burada səyahətçiləri, coğrafiyaçıların, ümumiyyətlə kəşfiyyat xarakterli işlər görmək üçün gələn insanların yazışmaları ki, sonralar çap olunub, baxırsan ki, burada əhalinin tərkibi çox qarışıqdır. Evet, doğrudan da o məsələyə çox düzgün olaraq diqqəti cəlb edədiniz. Məsələn, Azərbaycanda bir sıra xanlar birləşdirmə siyasəti aparırdılar. Məsələn, Urmiyalı Fətəli xan, Qarabağda Pənah xan, sonra İbrahim xan, Qubada Fətəli xan. Yəni, bu birləşdirmə prosesində, məsələn, Quba xanlığı təsadüfü deyildi ki, Bakıya bu qədər maraq göstərirdi. Yəni, Quba xanlığının imkanları, o sizin dediyiniz kimi, Bakının bu liman şəhəri olması,
hərbi strateji baxımdan çox mühüm yerdə olmasından istifadə edərək öz imkanlarını da genişləndirmək istəyirdi və Xədicə Bikənin vasitəsilə, o dediyiniz nikah diplomatiyası vasitəsilə öz bu xanlığın, Quba xanlığının o sferasına daxil eləyə bildi. Azərbaycan ərazisində yaranan ayrı-ayrı xanlıqları dövlətçilik ənənəsinin davamı kimi də qiymətləndirmək olar. Bakı xanlığı da ölkəmizdə yaranan şöhrətli, qüdrətli xanlıqlardan biri idi. 1747-ci ildə Nadir Şah Əfşarın ölümündən sonra yerli feodallardan olan Mirzə Məhəmməd ağa Nadirin hakimiyyətə təyin etdiyi Səlimi qovaraq özünü xan elan edir. Digər xanlıqlarla müqayisədə ərazisi kiçik olsa da, coğrafi şəraiti ilə böyük üstünlüklərə malik idi. Ərazisinin eni 60, uzunu isə 80 versti idi. Bütövlükdə Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd xanlığa daxil idi. Nərgiz xanım, Qəmrə xanım da qeyd elədi, biz adətən bizim verilişlərimizdə çalışırıq ki, bu siyasi məsələlər, iqtisadi məsələlər, təsərrüfat məsələlərinə də diqqət verək. Amma ən əsas məsələ təbii ki, bu insanlarla bağlıdır, əhali ilə bağlıdır. Bax, biz bu Bakı xanlığından danışırıq. Bakı xanlığının yaranması ərəfəsində, xanlıq dövründə və xanlıqdan sonraki dövrlərdə bu Bakı xanlığında nə qədər əhali yaşayırdı, bu əhalinin, Qəmrə xanım da onu vurğuladı, etnik tərkibi necə idi və bu əhalinin sonraki suallar çox oldu deyəsən, sonraki mərhələdə mən əhalinin bu ailə məişət məsələləri, adət-ənənəsi ilə bağlı məsələlərə də diqqəti yönəltmənizi xahiş eləyərdim. Bakı hələ bizim eranın 1-ci əsrindən liman şəhəri kimi formalaşmışdı və Azərbaycan xalqının zəngin mənəvi irsində Bakı şəhərinin, Bakılıların çox böyük dəyəri var desək, əlbəttə yanılmarıq. Və 18-ci əsrdə də Bakı şəhərinin əhalisinin həm say tərkibi, həm etnik tərkibi mürəkkəb idi. Məsələn, tədqiqatçıların verdiyi məlumata görə, həm Bakı şəhərinin özü, həm də Abşeron yarımadasında olan o Maşdağa və Binəqədi naibliyi də daxil olmaqla Bakı ərazisində 8326 nəfər əhali yaşayırdı. Və bu əhalinin də təxminən Sara xanımın tədqiqatlarına görə 4-5 min nəfəri sırf şəhərin özündə yaşayırdı. Və şəhər də o dövrdə əsasən biz içəri şəhərdən söhbət gedir. Amma tarixi qaynaqlar göstərir ki, hələ içəri şəhərdən əvvəl liman şəhəri kimi Bakı indi su altında qalan, Bakıdan o Xəzər dənizi içərisində Salyanat tərəf uzanan deməli böyük şəhər suyun altında deməli indi də canlı şahid desək yanılmarıq. Və ona görə də şəhər əhalisinin də etnik tərkibi də mürəkkəb idi. Çünki liman şəhəri olduğuna görə digər ərazilərdən, digər ölkələrdən həm işləmək üçün, ən çox da işləməyə gəlib elə qalırdılar Bakıda. Məsələn, elə İran ərazisindən, qonşu ölkələrdən, qonşu ərazilərdən, daha sonra Rusiya ərazisindən, hələ demək Bakıya gələn əhalinin etnik tərkibi mürəkkəb idi. Və bu baxımdan da əhalinin məşğuliyyəti də mürəkkəb idi. Yəni əhali əsasən 5 kateqoriyaya ayrılırdı. Birincisi şəhər feodal aristokratiyası, yəni aristokratlar. İkincisi demək ruhanilər, sənətkarlar, tacirlər və əhalinin digər təbəqələri. Bura müflisləşmiş əhali də daxil idi. Bura Bakının kəndlərində yaşayan kəndlilər də daxil idi və bir də kölələr, yəni işləmək üçün gələn şəxslər daxil idi. Sizin sözün qüvvəti Nərgiz xanım, 1806-cı ildə Bakı şəhəri tutulur, xanlıq tutulur. O cümlədən də 1806-cı ilin oktyabrında Bakı xanlığı tutulur, xanlıq ləğv edilir. Ondan sonra Bakıda bir kameral təsvir keçirilir. Bunu mən hörmətli oxucularımız üçün də deyirəm. O zaman bu kameral təsvir tərtib olunur. Hətta bizim imkanımız var ki, Bakıda içəri şəhər ətrafı ona Forştat deyirdilər. Bir də Bakının kəndləri ki, 30-dan çox kənd var idi. Bunların əhalisinin ad-baad siyahısı tərtib olunub. Yəni bizim imkanımız var ki, məsələn, müasir dövrdə insanların o keçmişinə nəzər salanda 19-cu əsrin əvvəllərindən bu tərəfə o ailə tarixinə də bir nəzər sala bilək. Nərgiz xanım, siz söhbətə sizlə qayıdarıq. Mən elə Qəmrə xanıma təsərrüfatdan da siz danışdınız. Ona görə belə bir sual vermək istəyirəm. Qəmrə xanım, hörmətli tamaşaçılarımız da bilirsiniz,
çox mürəkkəb bir sahə ilə, tarixi mürəkkəb bir sahəsi ilə məşğulursunuz. Numizmatika deyirlər, pullarla. Bir neçə dəfə də bizim verilişlərimizdə bu barədə fikirlərinizi bizlə bölüşdürmüsünüz. Mən istərdim ki, bu xanlığın, Azərbaycanın xanlıq dövrünün bir maliyyə təsərrüfat sisteminə, maliyyə baxımından, pul baxımından nəzər salaq. Bir də Bakının bu ümumxanlıq dövründəki o maliyyə, pul sistemindəki özünə məxsus cəhətlərini aydınlaşdıraq. Böyük məmnuniyyətlə Kərim müəllim, mən tamaşaçılarım üçün əvvəlcə bir məqamı xüsusi vurğulayım, bayaq onu deyə bilmədim. 1-ci Pyotr vaxtı ilə Bakıya hücum etməmişdən əvvəl Dərbəndə gələnə qədər hələ 1700-cü ildə xüsusi bir sərəncam imzalanmışdı və sərəncamda tapşırmışdı Muhsin Puşkin adında belə bir insan var idi, hərbiçi idi. Bəli. O tapşırığı almışdı ki, mütləq Xəzər dənizinə vaxtı ilə tökülən Amudərya çayının axarını tapın və biz ondan sonra Orta Asiyanı tuta bilək. Baxın, bu nə deməkdir? Bakının əhəmiyyətini bayaq mən tam olaraq deyə bilmədim. Türk tarixşünaslığında Dəli Petro adlandırılan, Azərbaycan tarixşünasında 1-ci Pyotr adlandırılan bu şəxs qədim, eramızdan əvvəl 5-ci əsrdən tanınan həmin o yolu, yəni Qaradəniz, Xəzər dənizi, Amudərya və Hindistana gedən yolu, həm su, həm quru yolunu çox yaxşı bilirdi. Çünki bu Makedoniya İskəndər də belə həmin bir yolu cəhd idi, göstərmişdi. həmin yoldu və 1-ci Pyotrun bura Bakını tutmağa böyük önəm verməsi, Bakı tutulandan sonra atəşfəşanlığı keçirməsi, birinci tutulan zaman, birinci dəfə 1723-cü ildən əvvəlki vaxtda hələ General Matyushkinin vaxtını nəzərdə tuturam, yəni Yekaterinaya qədər ki, qısa müddətdə onlar tutmuşdular. Həmin dövrdə atəşfəşanlıq keçirilməsinin əsas səbəbi bu idi ki, məhz bu yoldan, yəni bu iqtisadi ticarət yoldan istifadə edərək yeni yaranan Rusiya imperiyası nəhayət ki, Orta Asiyaya yol tapırdı. Orta Asiya isə Hindistanın açarı idi və digər 1-ci Pyotrun ən böyük arzusu Türkiyəni kim tutacaqsa o dünyanın sahibi olacaq kəlamını yenə də Xəzər dənizindən yerinə yetirə bilərdi. Bütün bu iqtisadiyyatın siyasətlə qarışığından irəli gələrək də demək lazımdır ki, Bakı xanlığının özünün zərb etdiyi pullar da 1806-cı ilə qədər olubdur. Yəni rəsmi sənədlərlə yox, həqiqətən üzərində 1806-cı il olan mis pullar dövriyyədə olubdur və bunlar tapılıbdır və bunlar elmə məlumdur. Amma mən yenə də bir qədər sizin sualdan bir balaca kənara çıxıb demək istəyirəm ki, mən hələ bunu tam aydınlaşdıra bilməmişəm. Azərbaycan numizmatika elmində və dünya numizmatika elmində də hələ bunun tam qiyməti verilməyib ki, necə olubdur ki, Səfəvilərin son dönəmindən, təxminən 1-ci Sultan Hüseynin vaxtından Bakı xanlığının ərazisində yerli tədavülə buraxılan, üzərində Bakuya yazılan sikkələr olubdur. Bir də təkrar edirəm, 1-ci Hüseynin vaxtından Sultan 1-ci Hüseyin Səfəvi hökmdarı, bu Səfəvilərin tənəzzülü idi, buna qayıtmırıq. Amma bu zaman Bakı zərbxanasında yenidən pul zərbi işi başlayır. Bu xanlıq deyildi, bu Səfəvi dövləti idi. Bəli, aydındır, 17-ci əsrin sonu, 18-ci əsrin amma bu var və bu proses, zərb etmə prosesi, sikkə zərb etmə prosesi dediyim kimi 1806-cı ilə qədər gəlib çatır. Bir paradoksal bir faktı var ki, bu günləri numizmatların əlində Bakı xanlıq, Azərbaycan xanlıqlarından fərqli olaraq Bakı xanlığının gümüş pulları məlum deyildir. Çox nadirdir onlar. Bilirsiniz, numizmatika elmində də nadir aşkar edilən pullar onu göstərir ki, həmin pulların dəyəri daha güclü olubdur. Bəs Bakı xanlığında hansı pullarla, məsələn, Qarabağ xanlığında Pənahabad pul vahidi var idi. Bəs Bakı xanlığında dövriyyədə hansı pullardan istifadə edilir? Dövriyyədə əlyazmalara görə, o dövrün əlyazmaları çox yaxşı var. Yəni, həm Rusiyada bir tarixşünaslığına məlumdur, həm arxiv sənədlərində bu pulların adları çəkilir. Səfəvi pulları. Bunlar Abbasi idi, Şahi idi, Bisti idi əsas etibarilə. Yəni, o dövrdən qalan pullar. Yəni, nominal olaraq o pullardan istifadə edilirdi. Amma dəqiqləşdirəndə ölçü nisbətində fərq çox idi. Yəni, artıq keyfiyyətdən düşmüşdü, artıq tərkibində gümüş az idi və s. Yekunlaşdıraraq sizin sualınızın cavabını onu demək istəyirəm ki, Bakı xanlığının Azərbaycan xanlıqlarında zərb edilən sikkələrdən və ümumi iqtisadi problemlərdən, iqtisadi məsələlərdən böyük fərqi yox idi. Eyni şeydir, yəni müstəqil xanlıq idi müəyyən dərəcədə. Öz xanlığın tərkibində olan bütün ticari məsələləri çalışırdılar bu pulların həyata keçirsinlər. Amma biz əcnəbilərin yazmış olduğu əsərlərə və Bakının özündən tapılan kəndlər də daxil olmaqla sikkələrə baxanda görürük ki, əcnəbi pulları daha çoxdur.
Bakı xanı inzibati, hərbi, maliyyə və məhkəmə hakimiyyətini öz əlində saxlayırdı. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan dağıdılmış təsərrüfatın bərpası, qalanın möhkəmləndirilməsi, daxili və xarici siyasət sahəsində xüsusilə uğurlar əldə etdi. Bakı bir liman şəhəri kimi xanlığın əhəmiyyətini daha da artırırdı. Neft və duz hasilatı inkişaf etdirildi. Zəfəran becərilməsi təsərrüfatın əsas sahəsini təşkil edirdi. Xanlıqda Qərbi Avropa və Rusiya ilə geniş ticarət əlaqələri mövcud idi. Qəmər xan, biz indi konkret Bakı xanlığından danışırıq, amma gələcəkdə yəqin ki, sizin köməyinizlə biz çalışacağıq ki, ümumiyyətlə bu həm ayrı-ayrı xanlıqların, həm də bütövlükdə xanlıq dövrünün o maliyyə pul sistemini daha geniş şəkildə bizə şərh edəsiniz. Nərgiz xanım, yenidən qayıdaq həmin məsələyə. Biz o yerdə qaldıq ki, şəhər əhalisi müxtəlif təbəqələrə bölünürdü. Nərgiz xanım, ümumiyyətlə tarix üçün ən mühüm məsələlərdən biri, xüsusilə də bu tarixin öyrənilməsində etnoqrafiya elminin də çox böyük rolu var. Həm müstəqil, həm də tarixə bir köməkçi kimi. Bu insanların həyatına, o dövrünə, bir xanlıq dövrünə nüfuz eləsək, bunların bir adət-ənənəsinə nəzər salsaq, hansı xarakterik adət-ənənələr var idi o dövrdə? O dövrdə hər təbəqənin, demək olar ki, bir var ümumi şəhər xarakteri, xüsusiyyəti, bir də var ümumi, məsələn, Bakının kəndlərinə məxsus olan xüsusiyyətlər. Çünki çox güman ki, təbii ki, şəhər mədəniyyəti ilə kənd mədəniyyəti arasında fərqlər var. Məsələn, Bakıdakı əsas xarakteri xüsusiyyət ondan ibarət idi. Birinci, sənətkarlıq çox yüksək inkişaf eləmişdi. Hətta müasir dövrdə də o içəri şəhərdə etnoqrafik bu materiallar toplanılarkən bu izlərə indi də rast gəlinir. Çünki xüsusi məhəllələr var. O məşğuliyyətinə görə, bəli, sənətkarlıq məşğuliyyətinə görə olan demək və digər məşğuliyyətlərinə görə hətta bütün nəslin adının, o məhəllənin adının o məşğuliyyətə görə adlandırılması, sənətkarlığın müxtəlif sahələrinə görə adlandırılması. Məsələn, sənətkarlığın bu ipəkçilikdir, xalçaçılıqdır, dabaqçılıqdır, sonra müxtəlif mis alətlərin istehsalı, gümüş alətlərin, zərgərliyin özünün, bütün hətta kömürçülük, əhəngçilik, bütün əhəngçilər məhəlləsi var idi. Yəni bu peşələrlə də bağlı olaraq müxtəlif də adətən görürsən ki, mərasimlər olur, adət-ənənələr formalaşır. Adət-ənənələr formalaşırdı və bu adətlər içərisində Bakı kəndlərində şəhər mədəniyyətindən fərqli olaraq Bakı kəndlərində təsərrüfatın müxtəlif sahələri inkişaf edirdi. Məsələn, balıq qurutmaq, balıq istehsal eləmək, balıq tutub gətirib Bakıda satmaq, yaxud da limanda balığı tuturdular, elə şəhərin özündə satırdılar, yaxud müxtəlif yerlərdə satırdılar. Sonra istehsal olunan müxtəlif məhsulları, meyvələr satılırdı. Yaxud da özləri əkib, özlərini demək, həm şəhər əhalisi üçün müəyyən bu maddi nemətlər istehsal olundu, həm də özləri üçün. Burada mal mübadiləsi də bu əhali arasında mal mübadiləsi də gedirdi və bu da əhalinin yaşayış tərzinə, əhalinin həyat tərzinə təsir göstərir. Nərgiz xanım, siz xüsusi tədqiqat aparmışsınız. Bu ailə məişəti ilə bağlı, yəni sizi biz tanıyırıq, görkəmli biz etnoqraf alimimiz kimi çox məsələlər Azərbaycan tarixinin etnoqrafik baxımdan çox məsələlərini araşdırmışsınız, amma o monoqrafiyada bu məsələdən söhbət gedir. Biz ümumiyyətlə, mən bayaq Qəmər xanıma maliyyə pul sistemi ilə bağlı bu sualı verdim. Ümumiyyətlə bizim xanlıq dövründə bu ailə məişət məsələləri, bu ümumi səciyyəsi necə idi və konkret olaraq Bakı xanlığı üçün nələri xüsusi ayırmaq olar? Xanlıq dövründə ümumiyyətlə ailə cəmiyyətin özəyidir və hər bir dövrün özünə məxsus da ailə məişət xüsusiyyətləri olur. İstər ailənin qurulması, istər ailə daxili münasibətlər və Azərbaycan xalqının da özünə məxsus bir xüsusiyyəti var ki,
bu təkcə Bakı üçün deyil, bütün Azərbaycan üçün xarakterlikdir. Deməli, Azərbaycanda böyüyə hörmət, ağsaqqala, ağbirçəyə hörmət və onların sözündən çıxmamaq. Ona görə də ailə qurularkən də həmişə bu sistem, bu münasibət saxlanılırdı. Yəni, böyüyün icazəsindən, onun məsləhəti ilə evlənirdilər, ailə qururdular. Və qızı da elə seçirdi ailə. Məsələn, xüsusi yengələr deyirlər, yengələr seçirdilər və həmin yengələr ailələr məhəlləyə çıxırdı, şəhərdə də, Bakının kəndlərində də axtarırdı gözaltı, qapıları həyət döyürdü, onu dəvət edirdilər içəri. Ya ona su bəhanə su istəyirdi, yaxud bəzən çaya dəvət edirdilər, otururdu, evdə olan qıza gözaltı baxır, hər şeyi öyrənir və oğlan evinə xəbər aparırdı. Və bundan sonra artıq ailə qərara gəlirdi ki, o qızı almaq olar, yoxsa olmaz və oğlana bunu bildirirdilər. Və bu ümumi bir, demək olar ki, xüsusiyyət idi, böyüyə hörmət. Müasir dövrdə də, məsələn, elə tədqiqatlar da onu göstərir. Azərbaycanın digər kəndlərində də düzdür, uşaqlara da sərbəstlik verilir. Amma əsas valideyn məsləhəti əsas götürülür. Bu ailənin də, bu Bakı üçün də xarakterik olan məsələlərdən, əlbəttə mən xanlıq dövrü və sonraki dövr üçün danışıram. Ailə təməli çox möhkəm qurulur. Yəni, sizin dediyiniz o adət-ənənə əsasında çox möhkəm ailələr meydana gəlirdi, formalaşırdı belə. Bəli, möhkəm ailələr meydana gəlirdi. Hətta belə də olurdu ki, uşaqsız ailələr. Elə olurdu ki, elə heç qadın özü məsləhət edir ki, başqa bir qadın gətirək evladımız olsun və çox sıx tellərlə bağlanıb birlikdə o evladları böyüdürdülər, ərsəyə gətirirdilər.